Dostlar, hər birinizi Fit 360 Azərbaycan kanalına salamlayıram. Mən Vasif. Bugünkü mövzumuz çox maraqlıdır. Videonun sonunda 10 super qida barədə elmi araşdırmaları və nəzəriyyəni öyrənmiş olacaqsınız. Hansı ki, bu 10 super qidanı gündəlik rasionunuzda istifadə etməyiniz sizin sağlamlığınız üçün çox faydalıdır. Videoya keçməzdən öncə sizə öz təşəkkürümü bildirmək istəyirəm ki, bütün videolarımıza olan marağınızı və dəstəyinizi həm komment bölməsində, həm də mesajlar bölməsində bizə göstərirsiniz. Hər birinizə tək-tək ayrı-ayrılıqda təşəkkürümü bildirirəm və çalışacaq ki, daha yaxşı kontentləri sizə çatdıra bilək. Elə isə keçək videomuza. Yumurta protein sintezinin master düyməsi. Yumurta sadəcə yemək deyil, o hüceyrə səviyyəsində bir bərpa maşınıdır. Leysin və mTOR, əzələ böyüməsi üçün mütləq olan mTOR adlı bir protein var. Bu zülal bədəndə böyümə əmrini verir. Yumurtadakı yüksək leysin konsentrasiyası bu düyməni birbaşa aktiv edir. Bioloji əlçatanlıq. Bir çox protein mənbəyinin, məsələn bəzi bitkilərin bədən tərəfindən mənimsənilmə faizi aşağıdır. Yumurta isə referans protein sayılır. Bədən ondan gələn amin turşularının demək olar ki 94%-ni birbaşa toxuma quruculuğuna yönəldir. Yumurta sarısı və steroid hormonları. Sarısında olan doymuş yağlar və xolesterol testosteronun əsas xammalıdır. Testosteronu isə əzələ kütləsini qorumaq və artırmaq üçün ən vacib anabolik hormondur. Yulaf enerji metabolizmasının stabilizatoru. Yulafın sirri onun tərkibindəki beta-glukan adlı həll olunan liflərdədir. İnsulin həssaslığı. Yulaf qan şəkərini yavaş qaldırdığı üçün insulinin kəskin artmasının qarşısını alır. İnsulin nə qədər stabil olsa, bədən yağ yandırma rejimindən o qədər az çıxar. Glikogen anbarları. Məşqdən əvvəl yeyilən yulaf əzələlərdəki glikogen anbarlarını doldurur. Bu da sizə məşqin 40-cı dəqiqəsində yoruldum deməyə əvəzinə sonuncu təkrarda etməyə güc verir. Somon və yağlı balıqlar sinir sisteminin müdafiəçisi. Omega-3 yağ turşuları sadəcə ürək üçün deyil, mərkəzi sinir sistemi üçün də kritik əhəmiyyət daşıyır. Neuromuskulyar effektivlik. Beyindən əzələyə gedən elektrik siqnalları sinir lifləri vasitəsilə ötürülür. Omega-3 bu ötürücülüyü sürətləndirir, yəni əzələləriniz beyninizin əmrinə daha tez və güclü reaksiya verir. Protein katabolizminin qarşısı. Omega-3 əzələ parçalanması prosesini yavaşladır. Bu xüsusilə kalori kəsi, yəni diyet zamanı əzələləri qorumaq üçün unikal bir vasitədir. İspanaq, mitoxondriyanın yanacağı. İspanaqdakı qeyri-üzvi nitratlar hüceyrələrimizin enerji mərkəzi olan mitoxondriyaların işini daha effektiv edir. Vaskulyar sağlamlıq. Nitrat bədəndə azot oksidə çevrilir. Bu qaz damarların divarlarını rahatladır, damarlar genişlənir və nəticədə əzələlərə gedən qan axını, yəni pump effekti artır. Daha çox qan bərabər daha çox qida və oksigen. Dəmir və oksigen daşınması. Tərkibindəki dəmir hemoqlobinin tərkib hissəsidir ki, bu da bütün bədənə oksigen daşıyır. Oksigen azlığı anında yorğunluq deməkdir. Gilə meyvələr, anti-aging və hüceyrə bərpası. Qaragilə və moruq kimi meyvələrdəki antosiyaninlər bitki dünyasının ən güclü antioksidantlarıdır. Oksidləşdirici stresin neytrallaşdırılması. Ağır məşq bədəndə sanki kiçik bir yanğın, yəni oksidləşmə yaradır. Antosiyaninlər bu yanğını söndürərək hüceyrələrin vaxtından əvvəl yaşlanmasının və zədələnməsinin qarşısını alır. Beyin-bədən koordinasiyası. Bu meyvələr həm də kognitiv funksiyaları gücləndirir. Bu da fokuslanma tələb edən ağır hərəkətlərdə bizə kömək edir. Badam və qoz. Mikronutriyent anbarı. Qoz fındıq sadəcə kalori deyil, onlar mikronutriyent, yəni vitamin və mineral kompleksidir. Y vitamini və maqnezium. Badam Y vitamini ilə zəngindir ki, bu da hüceyrə membranlarını oksidləşmədən qoruyur. Maqnezium isə əzələlərin sıxılma və boşalma mexanizmində, yəni krampların qarşısını almaqda açar rol oynayır. L-arginin. Qozda olan L-arginin amin turşusu təbii olaraq qan dövranını stimullaşdırır. Kinoa, amin turşusu profili. Kinoanı taxıllardan ayıran əsas fərq onun tam protein olmasıdır. Lizin faktoru. Bir çox bitkidə lizin amin turşusu əksikdir. Kinoada isə boldur. Lizin sümük sağlamlığı və toxuma bərpası üçün vacibdir. Glutensiz enerji. Gluten həssaslığı olan və ya həzmini yüngülləşdirmək istəyən idmançılar üçün kinoa ən təmiz karbohidrat və protein qaynağıdır. Yunan yoğurtu və yaxud kəsmik. Yavaş sərbəst buraxılan protein. Kazein proteini digər proteinlərdən fərqli olaraq mədədə gel formasına düşür. Amin turşusu damcılaması. Digər proteinlər 1-2 saata sorulduğu halda kazein 7 saata qədər yavaş amin turşusu sızdırır. Bu xüsusən yuxu zamanı bədənin öz-özünü yeməsinin qarşısını alır. Sümük sıxlığı. Yüksək kalsium miqdarı sümükləri bərkidir. Bu da ağır çəkilərlə işləyərkən skelet sistemimizin dayanıqlı olmasını təmin edir. Brokoli.
Müasir dünyada plastiklərdən və kimyəvi maddələrdən bədənimizə çoxlu pis estrogenlər daxil olur. Dindolmetan brokoli həzm olunarkən yaranan maddədir və pis estrogenləri bədəndən çıxarmağa çalışır. Bu kişilərdə daha quru və estetik bir bədən quruluşuna, qadınlarda isə hormonal balansın qorunmasına kömək edir. C vitamini. Brokoli portağaldan daha çox C vitamininə malik ola bilər. Bu da kolajen sintezi, yəni oynaqlar və vətərlər üçün effektiv olması deməkdir. Su. Su hər bir kimyəvi reaksiyanın baş verdiyi mühitdir. Volemiya. Qan həcmini, volemiyanı qorumaq üçün su lazımdır. Susuz qan qatlaşır, ürək onu pompalamaq üçün daha çox güc sərf edir və performans aşağı düşür. Zəhərli maddələrin atılması. Məşq zamanı yaranan laktik turşu və digər metabolik tullantılar yalnız su vasitəsilə böbrəklərdən təmizlənə bilər. 10 super qida barəsində ətraflı məlumat aldıq. Əgər videonu bəyəndinizsə, bəyən düyməsinə basmağı və bizə abunə olmağı unutmayın. Yeni videolarda hansı mövzularla maraqlandığınızı bildirmək istəyirsinizsə, zəhmət olmasa kommentlər bölməsində bunu bildirin. İnşallah sağlıqla qalın, görüşənədək.